Dostlar, bu vlogda biz gedirik Türkiyəyə. Süleymanla Türkiyəyə bilet almışıq İzmirə. Spontan bir tətilə başlayırıq. Heç nə planlamamışıq. Sadəcə getdiyimiz günün otelini bron eləmişik. Hava limanındayıq. Görək başımıza nələr gəlir. Abi İzmir uçağı burada mı kalkıyor? Bence dili değiştirdim de o yüzden. Ben telefonun nastroykasını da Türkçe'ye aldım. Nastroykasını. Hava limanına giriş eləyirik. Çantalarımızı yoxlanışdan keçiririk. Sonra isə biletlərimizi qeydiyyatdan keçirmək üçün kassanın nömrəsini axtarırıq. Deyəsən tapmışıq. Gedirik. Biletlərimizi qeydiyyatdan keçirdik. Hələ vaxtımız da var idi. Süleyman dedi yüngülvari bir nə isə içək. Baxdıq yuxarı. Sağ olsunlar, orada bizi yaxşı qarşıladılar. Buradan da bu vloqa baxırlarsa öz təşəkkürümüzü bildiririk. Onda da 7 kilo 100 çıxdı. Bende kamp telefonu göre. O notebook götürüb bax şey, ağırlı. Hə? Bu pul bunun gözünü. Kofemizi içə-içə hesabat saatı gəlib çatmışdı. Mənim hesabatım çox qısa çəkdi, amma görünür ki, Süleymanın hesabatı hələ də davam eləyir. Çətindir valla. Daha sonra çantalarımızı götürdük və gömrük məntəqəsindən qeydiyyatdan keçib təyyarəyə minəcəyimiz qapıya tərəf yollandıq. Biletlərimizi təqdim edirik. Daha sonra bu möhtəşəm, həyəcan verici tunel. Buranın bir aurası var. Mən gedirəm də qardaş, mən gedirəm istirahətə, mən gedirəm dincəlməyə. Buranın verdiyi həzz istəyirsən ki, bütün dünya oradan ötürəsən. Şimdi bir yolla gideceğiz. Aha. Samalyota bineceğiz. Nə baş uzardım, gəldim indi Pegasus'un kasıb variantı uçuruq. Yəni elə bahalı bir şey gözləməyin. Pegasus rayon avtobusu, qırmızı Ekaruslar var idi. Bax eyni bir şeydir də. Yəni bir az fərq eləyir. Yəni çox da belə güclü fərqi yox. Süleymanın sevincini görürsüz burada. Göz qaş eləyir bəlkə. Minmişik, gedirik, uçuruq. Səhərin göz açılmamış gəldik, düşdük İzmirin hava limanına. Buradan minirik hava limanı xüsusi avtobuslarına. Bakalım İzmir'e gedir. Dolanbazlı yollarla keçirib, pasportumuza peçatı vururuq və hava limanını tərk edirik. İlk gün qalacağımız oteli Alaçatıda rezervasiya etmişdik. Ona görə hava limanından birbaşa Alaçatıya getməli idik. Buradan Alaçatı, Çeşmə, İzmir bu kimi yaxın ərazilərə avtobuslar gedir. Amma o qədər erkən saatlardır ki, hələ avtobuslar növbəyə çıxmayıbdı. Ona görə dayanacaqda bir balaca gözləməli olduq. Axır ki gəldik, çıxdıq otelimizə. Səhər vaxtıdır, biraz yuxusuzam, biraz da yorğunçuluq, jet-lag vurubdu adamı. Ona görə bütün kadrları çəkə bilmirəm. Otelimiz Movotel ilərləyən dəqiqələrdə geniş icmalı olacaqdı bunun. Nədik? Otelə veşvişlərimizi qoyduq, otelə çıxdıq Alaçatın küçələrini gəzməyə. Səhər saat 8-9 arasıdır. Küçədə bir küçə itlərdi, bir də bizi. Oturmuşuq parkda Süleymanla söhbət edirdik. Axır ki bizim istədiyimiz tipdə bir kafe açılış elədi və girdi içəri. Süleyman səhərlər amerikano içməsə, bu adamın bütün işləri səhər-səhər təsdiq edir. Mən də baxdım menyuya, marağımı çəkən səhərin rəyli-məyli bir şey varsa sifariş elədim, getdim. Oturduq, bütün Bakıdakıların hamısının sümüyünü yuduq, çıxdıq gəldik. Artıq iaşə obyektləri yavaş-yavaş açılmağa başlayırdı. Süleyman günəş kremini Bakıda unutmuşdu. Ona görə girdik, tez ona bir dənə günəş kremi seçdik. Əslində tez dediyim bir yarım saat çəkdi hardasa. Qardaş o boyda yolu durub gəlmişik. Qaralmaqda elə mən Beyləqanda qaralırdım da. Bunun xüsusi bir rəng tonu olmalıdır. Bilməlilər ki, sən getmisən, hardasa qaralıb gəlmisən də. Yəni bu bilinməlidir axı. Biraz ara küçələrdə gəzdikdən sonra, çünki həyat hələ canlanmamışdı, hamı yatırdı. Qayıtdıq otelimizə, dedik biraz hovuzda dincələk, günün dadını çıxardaq. Bu mənim Alaçatıya ilk səfərim deyildi. Artıq ikinci səfər gəldim. Amma 2-3 il bundan qabaq gəldiyim Alaçatı ilə indiki arasında həqiqətən çox fərq var idi. Artıq bir çox yerlərdə təmir işləri getmişdi. Hər şey daha səliqəli və daha qəşəng idi. Gelin size otellə tanış edeyim, həyəti ilə. Çok şirin bir yerdir. Otel gördüyünüz kimi hoqqa. Girdik, hovuzda çimdik, elədik, yorğunluğumuz çıxdı. Əynimizi geyindik, keçindik, saçımı da düzəldirəm burada. Gedirik günorta yeməyini yeməyə. Hara gedək? Yaxınlıqda yol kənarında kokoreç satılan bir yer var idi, getdik ora. Gəldik, çıxdıq məkana. Məkan o köhnə türk kinolarında olurdu, kokoreççi. Eyni o. Süleyman story çəkir yüngülvari bir dənə. Sifarişlərimizi eləyirik, dayı sifarişlərimizi gətirir. Adama bir dənə yarımdır. 4 saat açılır. Ha. 7-24 yani hiç kapanmaz.
Geceliğinde geldiğinde burada görürsün. Bir kola bir ayran lütfen. Yo 2 tane ayran abi, kol olmasın, 2 tane ayran. İçkilərimizi sifariş verdik, başladıq bir uzdan. Biz başladıq, elə dayı da başladı. Dayı obyekti tərifləyir, özünü tərifləyir, zonanı və hər şeyi izah edir bizə ki, qardaş, burada mənəm başqa yerə getməyə ehtiyac yoxdur. Amma kokorecin dadı həqiqətən möhtəşəm idi. Videodan da görəcəksiniz. Yerə düşən balaca xırda qırıntıları belə mən yeməyə çalışırdım. Çünki o qədər çox ləzzət eləmişdi. Kokoreci benim köftem de çok kraldır. Şu yarım adada bulamazsın. Emin. Kokoreç İzmir'in sokak yemeği değil mi? İzmir'in ama affedersin kaba olacak. İki kopuğu kokoreççi oldu. Yani İstanbul'da cadde başı kokoreç. bunun %90'ı burada erkek. 3'te 4'te burada. Yəqin ki, kokoreç bilirsiniz, bağırsaqdan hazırlanır. Yeyən zaman bağırsağın spesifik xüsusi iyisi olur, hansı ki o adamın biraz ürəyini bulandırır. Amma bu kokorecdə iyi, qoxu deyilən bir şey yox idi. Nədir? Süper. Yiyen zaman kokoreç. Allah hə, yetərsiniz. Bu sene işler biraz kırık ya. Ama bizim çok şükür geceliği yine böyle. Mekanlar kapandı mı çalışanı çalışmayan zengini garibanı bu. Verirler sağ olsun. Oğlumun seveni çok. Gece oğlum duruyor. Süleyman nələr istəyirsən? Karışık mı oluyor abi? Kokorecimizi yedik, düşürük Alaçatının o maraqlı küçələrin canına. Gəzdikcə yolda səyyar satıcılar var, onlardan birinə yaxınlaşmışıq. Turşu, bunu görsəz həqiqətən dadına baxın. İlərdə yaz turşusu və qış turşusu deyilən bir anlayış var. Burada stəkanlarda belə turşu suyu ilə maraqlı bir assorti edib satırlar adama. Əgər mənim YouTube kanalımı izləmisinizsə, bu daydan artıq ikinci səfər də alış-veriş edirəm. Düzdür, o məni tanımadı, amma mən onu tanıdım. Yəni mən gördüyüm adamları yadımdan çıxarmıram, qardaş. Süleyman da yüngülvari bir dənə story çəkir, dostanışa bir odalov qoymaq lazımdır axı buradakı storylərinə. Daha sonra yolumuza davam edirik. Axşam oturmağa bir dənə məkan axtarırıq. Ona görə də səhər kəşfiyyat gəzintisinə çıxmışıq. Gəzirik, məkanlara baxırıq, menyuları analiz edirik. Qiymətlər od tutub yanır. Məni tanıyanlar bilir ki, çay xəstəsiyəm. Süleyman da türk çayını çox sevir. Ona görə ara-bəra otururuq, bir stəkan çay. 2 çay alabilir miyiz? Süleymanın üzündəki sevinci görürsünüz də. Xoşbəxtdir. Alaçatını gözünüzdə çox böyütməyin. Bura 1-2 gün, maksimum 2 gün, hətta deyərdim 2 gündə çoxdur. Bəs eləyir. Küçəni başdan ayağa gəzdin, 200 dənə paralel küçələrdir. Küçələrin başında dəyirmanlar adlanan yer var. Gəldik orada 1-2 dənə şəkil çəkdirdik. Daha sonra qayıtdıq. Axşam oturacağımız məkanı seçmişik artıq. Başlasın əyləncə. Gəldik, çatdıq, məkan budur. Süleyman bir maliyyəçi olaraq ilk əvvəl menyunu analiz edir. Nə yeyəcəyik, nə yeyəcəyik, nələrin qiyməti neçədir. Seçimimizi etdikdən sonra qarson abi gətir düz. Bu masada gördüyünüz hər şeyə cəmi cümlətanı 270 manat pul vermişik. Türkiyədəki qiymətlərin nə qədər baha olduğunu artıq təsəvvür edin. Amma onu deyim ki, ortam, əyləncə, mahnılar, insanların bir-birinə qarşı olan ünsiyyəti çox möhtəşəm idi. Həqiqətən indi birazdan Süleymanın da videolarında hiss eləyəcəksiniz ki, biz burada dəhşət əylənmişik. Dostlar, bu məkanı biz tərk edəndə saat 1 ya da 2-nin yarısı bu civarlardaydı. Artıq demək olar ki, küçədə adam qalmamışdı və məkanın ən son müştərilərindən biri biz idik. Montaj eləyən zaman hiss elədim ki, vlog həddindən artıq uzun olur. Ona görə bunu birinci hissədə yekunlaşdırıb, yerdə qalan şeyləri ikinci hissədə sizinlə bölüşəcəyəm. İndi isə sizi maraqlı kadrlarla baş-başa buraxıram. Hələlik.